Millətə baxın hesablağında. Maşallah, Qarabağ qaynayır. Yadınızdadır, bir zamanlar erməni həm bloger idi, o həm iş adamı idi. O vaxt Kəlbəcərdə bir çəkiliş çəkmişdi, bu gələcək Bakıya qədər. İndi mən buradan ona göstərmək istəyirəm ki, İsablağı qaynayır. Sən gərək ürəyin patlayıb öləydi bu görüntülərdən sonra. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Həqiqətən Qarabağı belə qaynayan görəndə, abad görəndə, inkişafda olduğunu görəndə möhtəşəm bir təəssürat bağışlayır adama. Əvəz olunmaz istərdi. Baxın maşınlara filanlara, burada insanlar hamı İsabulağındadır. Burada dayanmağa parkovka hissəsində yer yoxdur maşınların. Eyni zamanda burada da var stəkanlardan. Çox gözəl nümunədir. Bu gəlişimdə də bu fərqi gördüm. Demək burada Allah rəhmət eləsin, şəhidlərin çaşqalarını qoyublar, kim istəyir götürüb su içmək istəyir. Allah rəhmət eləsin, bu gözəl nümunədir, hər zaman yada tutulur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, şəfa qoysun. Daha birdən şəhidimizin şəkli olan stəkanda mən bilmirəm, amma birinci sabah indi baxıram.